Salam, hər vaxtınız xeyir. Kimyadan 4-cü qrup 12 iyul 2026-cı ildə 4-cü qrupların sınağında ikinci qəbulunda işlənmiş sualların izahı ilə başlayırıq izah etməyə. Birinci sualda deyir, qatı sulfat turşusundan reaksiyasından SO2 alınıb, X, Y hansı maddələr ola bilər? İndi variantlarda olan elementləri bir-bir yazırıq. Silisium, kalyum, argentium, A variantındakılar getdi. Feryum, kükürt, mis, aryum, misi yazmışam, kalyum yazıb, kalsiyum, zivə, kükürt yazıb, natrium, kükürtlə silisium yazıbdır. Üzərinə H2SO4 gələndə plus H2SO4 silisium sulfat turşusu ilə reaksiyaya daxil olur. Kalyum sulfat turşusu ilə reaksiyaya daxil olan zaman kalyum sulfat H2S plus su alınır. Bilirik ki, aktiv metallar sulfat turşusu ilə reaksiyaya daxil olan zaman H2 çıxardır. Aktiv metallar kalsiyumla aktiv metallara aiddir deyə kalsiyumla da reaksiyasından H2 salınacaq. Kalsiyum sulfat H2S və H2O. Demək ki, variantda aryum sulfat turşusu ilə getmir reaksiya. Zivə sulfat turşusu ilə reaksiyaya gedən zaman zivə sulfat, zivə SO4, SO2, H2O, natriumla H2 salınır. Natriumla yenə demişdim. H2SO4, bu zaman natrium 2SO4, H2S plus H2O. Argentiumla reaksiyaya daxil olan zaman, argentiumla sulfat turşusu reaksiyası zamanı argentium gümüşlə sulfat turşusu reaksiyaya daxil olan zaman argentium SO4, SO2, H2O dəmirlə reaksiyaya daxil olan zaman qatı sulfatdır deyə feryum 2 SO4 3 SO2 H2O kükürtlə reaksiyaya daxil olan zaman SO2 və H2O mislə reaksiyaya daxil olan zaman isə mis sulfat kuprum SO4 SO2 və H2O. Bu reaksiyaları bir-bir yazdıq. Demək ki, variantlardan silisium reaksiyaya girmir deyə A variantı çıxdı. Həm də kalyumla reaksiyaya girən zaman H2 salınır. A variantı çıxdı. C variantında kalyumla reaksiyaya daxil olan zaman H2 salınır. Aryum reaksiyaya qızıl girmir. D variantında kalsiyum bilirik ki, kalsiyum H2 alınır. Civə reaksiyaya kalsiyumla H2 salınır. E variantında natriumla H2 salınır, həm də ki, silisiumla reaksiyaya daxil olmur. Doğru cavab feryum, S və kuprum reaksiyalar yazmışam. Dəmir H2SO4 ilə reaksiyaya daxil olan zaman feryum 2SO4 3, SO2 və H2O. Kükürtlə sulfat turşusu SO2 və su, mislə sulfat turşusu reaksiyaya daxil olan zaman kuprum SO4, SO2 və su. Bunların hər birində H2SO4 qatı sulfat götürülübdür deyə bəzən qatı sulfat sözünü istifadə eləməmişəm. Formaldehidin argentium 2O ilə oksidləşməsi zamanı karbon turşusu, hidrogenlə reaksiyası zamanı isə spirt alınır. İndi 32-ci sualı reaksiyalarını yazıram. HCOH plus argentium 2O NH3 katalizator və T ilə bir də HCH
HCOH plus H2. Bax, bunu bayaq dedim ki, bu zaman eyni atomu olan karbon turşusuna çevrilir. Bunda isə eyni sayda eyni sayda karbon atomu olan spirtə HCOH, bir də CH2OH. HCOH və CH2OH. Doğru cavab B bəndi. Aha, 33-cü sualı ən sevdiyim sualların içindədir. 33-cü sualda mən şüşələr dərsini izah eləyəndə uşaqların yadında saxlaması üçün yadda saxlamanın asan üsulunu demişdim ki, adi pəncərə şüşəsini necə yadda saxlayın, büllur şüşəni necə yadda saxlayın, kimyəvi şüşəni necə yadda saxlayın. Yazırıq ki, X, 2O, vuraq, YO, vuraq 6 mol ZO2, adi pəncərə şüşəsi. Adi pəncərə şüşəsi. Asan üsul. Natrium 2O, vuraq kalsiyum oksid, vuraq 6 mol silisium O2. Adi pəncərə şüşəsi. Buna aid bizlikdə deyirəm, qoyun yazın, pəncərə şüşəsi. Natriumdan başlayırdı, nadir, kalsiyum var, camı, silisium O2 sındırdı. Yəni, adi pəncərə şüşəsini digər şüşələrlə qatmamaq üçün nadir camı sındırdı. Adi pəncərə şüşəsinin formulu natrium 2O, vuraq kalsiyum oksid, vuraq 6 mol silisium O2. Sonra T2O, vuraq YO, vuraq 6 mol ZO2. Burada zaman A alınıbdır. Burada Y-imizin dəqiq yerini bilirik ki, kalsiyum oksiddir. ZO2 də silisium O2'dir. Bu da ki, kimyəvi şüşənin formuluna oxşuyur ki, kimyəvi istiyə davamlı şüşə, kalium 2O, vuraq kalsiyum oksid, vuraq silisium O2, kimyəvi istiyə davamlı şüşə, kənan, camı sındırdı. T'də kalium 2O'dur. Büllur şüşənin formulu isə büllur şüşədə T2O var. Vuraq plümbum oksid, vuraq 6 mol ZO2. Plümbum oksid 6 mol silisium O2. T2O'da da kalium 2O. Bu da nədir? Büllur şüşə. Bunu da yadda saxlamaq üçün kənan, parıltılı boşqabı, sındırdı. Bax, bu üsulla uşaqları hər dəfə deyirdim ki, yadınızda saxlayın. Çox asan üsulla yadda saxlanır. Gördünüz ki, X2O natrium 2O'dur. YO kalsiyum oksiddir. ZO2 isə silisium O2'dir. T2O isə kalium 2O'dur. Der ki, ZO2'nin su ilə qarışığı lakmusu qızardır. ZO2 görürük ki, silisium O2'dir. Silisium O2 su ilə reaksiyaya girmir axı. Birləri çıxırıq variantlardan. A kvarts şüşədir. A kvarts şüşə deyil. A'ya dedim kimyəvi şüşə və yaxud da ki, istiyə davamlı şüşə. ZO2 fosforun alınması üçün istifadə olunur.
Bax, bu müddət doğrudur ki, ZO2-miz silisyum O2 fosforun alınması üçün istifadə olunur. O reaksiyanı bu dəqiqəm yazıram. Fosforun alınması reaksiyasında istifadə olunan kalsium 3PO4 2 plus karbon plus silisyum O2 buradaki fosforit mineralından alırlar. Bu zaman fosforiti hava daxil olmadan qumun və karbonun iştirakı ilə birlikdə 1500 dərəcədə qızdıran zaman kalsium silikat CO və ağ fosfor alınır. CO və P4 ağ fosfor alınır. Demək ki, ZO2 fosforun alınmasında istifadə olunur, doğrudur. X2-nun su ilə qarışıq lakmusu göyərdir. X2 kimdir? Natrium ço. Natrium ço plus H2 əsas alınır. Əsaslarda lakmusu göyərdir. Sonra 3-4 doğrudur. Y oksid amfoter xəstəlidir. Kalsium oksid amfoter xəstəli deyil, əsas xəstəlidir. 5 yanlışdır. T elementi kalyumdur. T kalyumdur. Onsuz T2O kalyum 2O demişəm. Doğru cavab 3, 4, 6 A bəndi. 34-cü sualdan başlayırıq izah eləməyə. Kükürt qatı nitrat turşusu ilə reaksiyaya daxil olan zaman H2SO4, NO2 və su alınır. Burada deyir ki, omega X və Y maddələrində omega 2 böyük olarsa omega 1-dən. Yəni kütlə payını NO2-ni veribdir. Sulfat turşusunda hidrogen kütlə payını hesablayırıq. Bir də ki, suda hidrogen kütlə payını hesablayırıq. İndi hesablayaq. H2SO4-də 2 bölək 32, 64, 96, 98 vuraq 100. 2 bölək 18 vuraq 100. Görürük ki, omega 1 budur. Çünki burada kütlə payı daha az alınacaq. Omega 2 budur. Heç hesablama aparmadan bunu yazdıq. Demək ki, omega 1 omega 2-ni göstərəndən sonra omega 1 demək ki, dedim ki, omega 1 X maddəsi, bu biri isə Y. Demək ki, X-imiz H2SO4, Y-imiz sudur. Sonra deyir ki, hansı reaksiyalar getməz. H2SO4, X plus kuprum oksiddir. Sulfat turşusu ilə mis oksid reaksiyaya daxil olan zaman kuprum SO4, H2O alınır. Demək ki, bir gedər. Birləri çıxsan variantlardan B ilə Y-nin arasında qalmışam. Su ilə pasiv metalların oksidləri reaksiyaya getmir. Y-imiz Y plus kuprum oksid reaksiyaya getmir. Bu getdi. Sonra X-imiz dedim ki, sulfat turşusudur. Sulfat turşusu qızılla reaksiyaya getmir. H2SO4 plus arium. Bu reaksiyaya getmirdi. 3 də getmir. Y-imiz nə idi? Y-imiz su kuprumla düz deyir. Mis su ilə reaksiyaya getmirdi. 4 də getmir. Amma sulfat turşusu H2SO4 kalyum 2CO3 ilə reaksiyaya daxil olan zaman kalyum karbonatdan karbonu sıxışdırıb çıxardır. Kalyum 2SO4, CO2 və H2O alınır. Doğru cavab 2, 3, 4'dür B bəndi. 35-ci sualda deyir ki, CH3COH ilə CH3COH spirtinin əmələ gətirdiyi mürəkkəb efirin formulunun adını tapın. İndi bunu yazırıq ki, CH3COH plus CH3OH. Bunun açıq quruluşunu yazırıq. CH3COH plus CH3
OH. Karbon turşusundan OH, spirtdən H qopur. CH3, CO, O, CH3. Bunun da adı metil asetat. Metil asetat 35-ci sualda doğru cavab Y bəndi. 35-ci sualda doğru cavab Y variantı dedim ki metil asetatdır. Aha, 36-cı suala baxırıq ki, A qram H2X ilə H2X turşusunu tam neytrallaşdırmaq üçün 400 qram 20% natrium OH tələbi lazımdır. Sonra sərf olunur. Turşun molyar kütləsini hesablayın. Burada 36-cı sualda A qram H2X plus natrium OH. Bu zaman natrium 400'ün 20%'ini tapırıq. 400'ümüz 100'dürsə, X'imiz 20. X də bərabərdir 80. Demək ki, 2 mol natrium OH lazımdır. Bununla görürsünüz ki, kəsası turşunu tam neytrallaşdırmaq üçün 2 dənə də hidroksid qrupu lazımdırsa, turşun molyar kütləsi A qram ol belə. Turşun molyar kütləsi 36-da elə A'dır. Kəsası 400'ün 20%'ini tapdım, 80 elədi. Görürəm ki, H2X-də də kəsası turşudur. 2 mol natrium OH-dırsa, molyar kütləsi ilə bərabərdə. Hansı duzun suda məhlulunda mühit qələvidir? Kalium klorda qüvvəti əsas qüvvətli turşu. Bu zaman mühit neytraldır. Kuprum klor 2-də mis zəif əsas qüvvətli turşu. Bu zaman görürük ki, zəif əsaslıdır, qüvvətli turşudur deyə turşu mühit. Alüminium nitratda yenə qüvvətli turşudur deyə turşu mühit. Natrium karbonatda qüvvətli əsas zəif turşu. Demək ki, burada qüvvətli əsas əsasi mühitdir. Magnezium nitratda isə NO3 güclüdür. Bu zaman qələv ola bilməz. Magnezium isə orta qüvvətliyə daxildir. Sonra 400 qram kalsium karbonatın tam parçalanmasından alınan qazı 400 qram 40% natrium OH məhlulu ilə reaksiyaya daxil olduqda duzdan neçə qram alındığını müəyyən edin. Kalsium karbonatı əvvəlcə parçalayırıq. Kalsium CO3 parçalanır. Kalsium oksid plus CO2. 400 qram tam parçalanmasından alınan. Aha. Demək ki, bu zaman 400 qramla normalda 4 mol kalsium oksid alınmalıdır. 56'ın 4'e vururuq. 224 bundan alınmalıdır. 14'ten aldısı 176 da karbon qazı alınmalıdır. Deyir ki, 400 qram 40% natrium OH ilə tam reaksiyaya daxil olur. Natrium OH 400 qramın 40%'ini hesablayıq. 400'ümüz 100'dür, X'imiz 40'dır. Bu zaman X də bərabərdir 160 qram. Yazırıq ki, natrium OH plus CO2 burada da 160 qram 4 moldu. Aha, alınır ki, görürsünüz ki 1 mol natrium OH-dan natrium hidrokarbonat alınacaq. Natrium HCO3 160 ilə 176'ın reaksiyaya girənlərin kütlələri cəmi 160 ilə 176 da toplananda 336 qram A variantı. 38 A 39. 39-cu sual çox asan sualdır. S4 butanın crackingindən S2H6 plus S2H4 alınır. Görürsünüz ki, bu zaman S2H6 çıxıbdırsa, X'imiz S2H4'dür. S2H4
Açıq quruluşun yazırıq. CH2 2 qat CH2. Plus xlorla reaksiyaya daxil olan zaman 2 qat rabitələr qırılır. CH2 xlor, CH2 xlor. Aha, Y-imiz bu maddədir. CH2 xlor, CH2 xlor plus 2 mol kalium OH ilə reaksiyaya daxil olan zaman isə 2 mol kalium xlor plus xlorların yenə OH birləşəcək. CH2OH, CH2OH. Etilen glikoldur bu da. Etilen glikol, Z də budur. Etilen glikol, bir də ki kalium xlor alınır. Etilen glikol da doğru cavab C bəndi 39C. Magnezium HPO4-ün əmələ gətirdiyi duzun adı, bir də ki tipi. Görürsünüz ki turş düzdür. Bir də magnezium hidrosulfat. Hidroortofosfat. Sulfat nədir? Magnezium hidroortofosfat turş duzdur. O da doğru cavab B bəndi. Bax bu suallar çox asan suallar düşübdür ki, qəbula belə asan suallar düşür. 41-ci sualdan başlayırıq izah eləməyə. 41-ci sualda X üçün X-də proton, neytron burada proton, neytron, elektron. Sualı göstərim, özümdə yazıram. 17 proton var, 18 neytron var, 17 elektron var. Demək ki, burada indi göstərirəm. 17, 18, nisbi molekul kütləsi 35. Burada da 17. Görürsünüz ki, bu hissəcik elektroneytral hissəcikdir, yəni yükü sıfırdır. X-imiz sonra Y üçün yazırıq ki, Y-də proton, neytron, elektron yazırıq yenə. Protonumuz 20, neytronumuz 20, elektronumuz 18. 20, 20, 40, kütləsi 40 elədi, 18. Demək ki, bu da Y-imizdə 2 elektron veribdir ki, 18 elektronu olubdur. Aha, X ilə Y-i göstərdim. Qaldıq Z və T. Z-də proton, neytron, elektron yazırıq. Protonumuz 17, neytronumuz 20, elektronumuz 18. Aha, bunun dediğini yazıram. 17, 20, kütləsi 37'dir. Mənfi bir yükdür, 18. Sonra T üçün də yazırıq ki, proton, neytron, elektron. Protonumuz 19, neytronumuz 20, T'mizdə 19. Kütləsi 39'dur. 20 neytronu var, 19 protonu var, 0 yüküdür. Elektronumuz da 19'dur. Deyir ki, X və T neytral atomlardır. Görürsünüz ki, X və T'də hər ikisinin yükü 0'dır. X və T neytral atomlardır. Y41'də 1 doğrudur. T'nin kütle ədədi 39'dur. T'nin kütle ədədi 39'dur. Bu da doğrudur. 2 də doğrudur. Y və Z izotopdur. İzotop nə idi? Proton sayı eyni. Y-də 20 proton var. Z-də isə 17 proton var. Bu getdi, 3 getdi, 1-2'ni götürüyor ama. Sonra Y katyon, Z ise aniyondur. Y müsbət yüküdür, katyondur. Z de mənfi yüküdür, aniyondur. 4 de doğrudur. X ve Z'in elektron sayıları eynidir. X ve Z'de, X'de 17 elektron var. Z'de 18 elektron var. Doğru cevap 1, 2, 4. 1, 2, 4. O da A variantı. 42. sualda hansı halda reaksiya, hər iki birləşmə reaksiyası mümkündür? Bax, bilirsiniz ki, flor, xlor, brom,
yod, on, zon, zonsla reaksiyaya getmir. Yəni flor oksigenlə azotla, xlor karbon oksigen azotla, brom karbon oksigen azotla, yod karbon oksigen azot və kükürtlə reaksiyaya daxil olmur. A variantında getmir, ona görə ki, kükürtlə yodun reaksiyasını veribdir, A variantı getmir. Sonra B variantında natrium oksidin üzərinə su gələndə bu reaksiyaya gedir. Yazırıq ki, natrium 2O plus H2O. Bu zaman natrium hidroksidi alınır. Amma silisyumla hidrogen reaksiyaya daxil olmur. B variantı da çıxdı. Natrium oksidlə suyun reaksiyasını qeyd etmişəm. Kükürtlə flor reaksiyaya daxil olan zaman isə S plus flor 2 alınır. S flor 6. C variantı gedir hər ikisi. Bor, karbon, silisyum, bax fosfor hidrogenlə pH3, fosfor hidrogenlə reaksiyaya, silisyum hidrogenlə reaksiyaya getmir. D variantı çıxdı. Y variantında da kükürt yodla reaksiyaya getmir. Ona görə çıxdı Y variantı da. Fosforun da hidrogenlə reaksiyası mümkündürmü? Onu mən özüm sizdən soruşuram. Özüm cavabını indi verəcəm. Fosfor hidrogenlə reaksiyaya girə bilmir. Doğru cavab natrium 2O plus H2O, S plus flor 2. Doğru cavab C bəndi. Hansı reaksiyanın termiki parçalanmasından həm əsasi oksid, həm də turşu oksidi alınır? Bunun indi bir parçalanma reaksiyalarını qeyd eləyək. Argentium nitrat parçalanan zaman argentium NO3 pasiv metallar parçalanan, pasiv metalın nitratları parçalananda argentium NO2 O2, kalyum nitratda parçalananda kalyum NO2 O2, sonra amonyum nitratda NH4NO3'də NH3 NO2 O2 deyək. Sonra mis nitratda kuprum NO3-2'də parçalanan zaman burada mis oksid, kuprum oksid NO2 O2, natrium nitratda parçalananda natrium NO2 plus O2 alınır. Bax, burada kalyum nitratın və natrium nitratın parçalanması reaksiyaları bu illəri həm də birinci qrupların qəbuluna düşmüşdü. Hər biri ayrı-ayrılıqda. Bir də ki, səhvə yol vermirəmsə, o biri də elə argentium nitratı idi ki, parçalanması. Yəni, bu nitratların parçalanmasını xüsusilə öyrənin ki, qəbullara yenə düşmək ehtimalı olan böyük suallardan biridir. Görürsünüz ki, deyir, hansı reaksiyaların parçalanması həm əsas, həm də turşu oksid alınır. Argentium nitrat parçalarında yalnız NO2 alınır. Demək ki, argentium nitratdan yalnız turşu oksid alınır. Bu getdi. B variantında görürsünüz ki, burada amonyum nitratın parçalanması reaksiyasına səhvə yol vermişəm. N2O ilə su alınır. Amonyum nitritdə isə yadınızdadırsa azot N2 plus H2O alınırdı. Demək ki, A variantında yalnız turşu oksid alınır, A variantı getdi. B variantında oksid alınır, B də getdi. C variantında N2O duz əmələ gətirməyən oksiddir. C variantı getdi. Bilirsiniz ki, duz əmələ gətirməyən oksidlər N2O, NO, silisyum O2, bir də CO-dur. D variantında mis oksid, əsasi oksid, NO2 isə turşu oksididir. Həm əsasi, həm turşu oksidi alınan D variantıdır. Doğru cavab. Dördüncü sualla başlayırıq izah eləməyə. Deyir ki, A'da
A'da hibritləşən zaman 3s1 3p3 3d3 olubdur. Demək ki, A'nın 7 valenti olur. A valentliyi 7. B'də indi B üçün 3s2 3p4 3d1 olubdur. 3 dayanın. İndi burada bunun açıq quruluşunu yazırıq ki, neçə tək elektron var. S2-də ikisi də cütləşir. P4-ün quruluşunu yazırıq ki, bir, 2, 3, 4 və 5. Görürsünüz ki, 1, 2, 3 dənə tək elektron var. B'də 3 valentli. D variantında isə 3s2, 3p3-də isə görürsünüz ki, 3 dənə boşxana P-dədir, 2 dənə də D-dədir. 5. Demək ki, oksitləşmə dərəcəsi +7, +3, +5. Doğru cavab A variantı.